Prezident İlham Əliyev aprelin 17-sində Sloveniya Respublikasının Xarici İşlər Naziri Tanya Fayonu qəbul edib. Jean-Claude Van Damme Rusiya rəhbərliyinə müraciət edərək Rusiyaya gəlib sülh səfiri olmaq istədiyini bildirib. Rusiya Silahlı Qüvvələrinin Ukraynanın Dnepr şəhərinə dron hücumu nəticəsində 3 nəfər ölüb, 28 nəfər yaralanıb. Bakıda ailə məişət zəminində dəhşətli cinayət törədilib. Ər arvadını amansızcasına öldürüb. Salam, hər vaxtınız xeyir olsun. Monitoring TV-də xəbərlərin vaxtıdır. Studiyada mən Aynur Kərimli günün ən mühüm xəbərlərini sizə təqdim edirəm. Belə ki, Azərbaycan Prezidenti İlham Əliyev aprelin 17-sində Çinin ölkəmizdə yeni təyin olunan fövqəladə və səlahiyyətli səfiri Lu Meiyin etimadnaməsini qəbul edib. Məlumatı Prezidentin mətbuat xidməti yayıb. Prezident İlham Əliyev aprelin 17-sində Sloveniya Respublikasının Xarici İşlər Naziri Tanya Fayonu qəbul edib. Bu barədə Prezidentin mətbuat xidməti məlumat yayıb. Davam edirik. Şuşada post-münaqişə dövründə mədəni irsin qorunması və dirçəldilməsi mövzusunda 1-ci İslam Dünyası Mədəni Forumu keçirilib. Tədbirdə Azərbaycan Prezidentinin Ağdam, Füzuli və Xocavənd rayonlarında xüsusi nümayəndəsi Emin Hüseynov, Şuşa rayonundakı xüsusi nümayəndəsi Aydın Kərimov, Mədəniyyət Nazirinin müavinləri Fərid Cəfərli, Səadət Yusifova və digər rəsmi şəxslər, media mənsubları iştirak edib. Forumda post-münaqişə dövründə mədəni irsin qorunması və bərpası istiqamətində panel müzakirələri olub. Bu il Xocavəndə ilk köç nəzərdə tutulur. Bunu Azərbaycan Prezidentinin Ağdam, Füzuli və Xocavənd rayonlarında xüsusi nümayəndəsi Emin Hüseynov deyib. Onun sözlərinə görə Xocavənd şəhərində, kəndlərində, Hadrut qəsəbəsində təmir bərpa işləri aparılır. Cənab Prezidentin tapşırığı əsasında bu ilin yay aylarında həmin bərpa və yenidən qurma işləri yekunlaşdıqca mərhələli şəkildə əhali oraya köçürüləcək deyə xüsusi nümayəndə bildirib. Ermənistan və Azərbaycan vasitəçilər olmadan bir-birini daha yaxşı anlayır. Bu sözləri Ermənistan Xarici İşlər Naziri Ararat Mirzoyan deyib. Onun sözlərinə görə Ermənistan-Azərbaycan danışıqları məhz iki tərəfli formatda xarici müdaxilə olmadan daha yaxşı nəticələr verib. Ermənistan Xarici İşlər Naziri Ararat Mirzoyan bu barədə Türkiyə kütləvi informasiya vasitələrinə müsahibəsində danışıb. O xatırladıb ki, nizamlanma prosesində Rusiya, Amerika Birləşmiş Ştatları və Avropa İttifaqı da daxil olmaqla çoxsaylı vasitəçilər və yardımçı tərəflər iştirak edib. Lakin Ermənistan-Azərbaycan danışıqlarının tarixi göstərir ki, ən yaxşı nəticələrə məhz birbaşa iki tərəfli dialoq formatında nail olunub. Son günlər ölkə ərazisində müşahidə olunan qeyri-sabit hava şəraiti bir sıra fəsadlara səbəb olub. Fövqəladə Hallar Nazirliyinin qüvvələri tərəfindən qeyri-sabit hava şəraiti ilə əlaqədar yaranan fəsadların aradan qaldırılması istiqamətində zəruri və təxirəsalınmaz tədbirlər davam etdirilib. Bakı şəhərində, həmçinin Ağstafa və Qusar rayonları üzrə müxtəlif istiqamətlərdə su basan ərazilərdən suyun çəkilərək kənarlaşdırılması və digər zəruri təhlükəsizlik tədbirlərinin görülməsi fasiləsiz olaraq davam etdirilib. Həmçinin Fövqəladə Hallar Nazirliyinin qüvvələri tərəfindən görülən tədbirlər nəticəsində bir sıra ərazilərdə, o cümlədən Bakı şəhərinin ayrı-ayrı istiqamətlərində Gəncə, Sumqayıt, Mingəçevir, Şirvan şəhərləri və Xaçmaz, Şabran, Qusar, Xızı, Siyəzən, Samux rayonlarında su çəkmə və təxliyə işləri yekunlaşıb. Əməliyyat nəticəsində su basan yerlərdə köməksiz vəziyyətdə qalan 33 uşaq olmaqla ümumilikdə 135 nəfər vətəndaş təxliyə olunub. Qeyd edək ki, yaranan fəsadların aradan qaldırılması tədbirlərinə Fövqəladə Hallar Nazirliyinin 450 nəfərə yaxın şəxsi heyəti və 150-yə yaxın texnikası cəlb edilib. Rusiya Silahlı Qüvvələrinin Ukraynanın Dnepr şəhərinə dron hücumu nəticəsində 3 nəfər ölüb, 28 nəfər yaralanıb. Bu barədə ölkənin Fövqəladə Vəziyyət üzrə Dövlət Xidməti məlumat yayıb. Aprelin 16-sında axşam saatlarında düşmən dronlarla Dnepr şəhərinə hücum edib. Rusiyalılar biri uşaq olmaqla 3 nəfərin həyatına son qoyub. İlkin məlumata görə 28 nəfər, o cümlədən 4 körpə yaralanıb deyə xilasedicilər bildiriblər.
ediblər. Qeyd olunub ki, hücum nəticəsində şəhərdə bir neçə yanğın olub. Onların hamısı söndürülüb. Şəhərdə 15 binaya, o cümlədən tələbə yataqxanası, təhsil və qida müəssisələrinin binalarına ziyan dəyib. Qeyd edək ki, Rusiya ordusu Ukraynanın mülki infrastrukturuna mütəmadi olaraq geniş miqyaslı zərbələr endirir. Belə ki, aprelin 16-sına keçən gecə 97 pilotsuz uçuş aparatı, aviasiya və artilleriya vasitələrindən istifadə edilərək hücum həyata keçirib. Zərbələr Xerson, Odessa, Dnepropetrovsk, Sumi, Poltava və Kiyev vilayətlərinə endirilib. Nəticədə ən azı bir nəfər həlak olub. Mülki infrastruktur obyektləri zərər görüb. Bu arada məşhur Belçika əsilli Amerikalı aktyor Jean-Claude Van Damme Rusiya rəhbərliyinə müraciət edərək Rusiyaya gəlib sülh səfiri olmaq istədiyini bildirib. Onun müraciətinin videosunu Ukraynalı jurnalist Diana Panchenko öz Telegram kanalında yayıb. Biz Rusiyaya gəlmək istəyirik, çalışacağıq ki, hər şeyi sizin istədiyiniz kimi edək ki, biz sülh səfiri olaq. Mən sülh səfiri olmaq istərdim. Belə bir titula sahib olmaq böyük şərəf olardı, deyə aktyor bildirib. Qəzza zolağında döyüşlərə son qoymaq üçün Həmas hərəkatı bütün girovları azad etməlidir. Bunu Amerika Birləşmiş Ştatları prezidentinin girovların işi üzrə nümayəndəsi Adam Boehler bildirib. Mən sizə deyə bilərəm ki, girovlar azad edilərsə, döyüşlər dərhal dayandırılacaq, deyə o qeyd edib. Boehler həmçinin vurğulayıb ki, girovların azad edilməsi sülhə doğru ilk addımdır. O hesab edir ki, İsrail və Həmas arasında danışıqlar hələ də aparıla bilər. Donald Trump isə keçmiş prezident Joe Bidenin tənqidlərinə cavab verib. Amerika Birləşmiş Ştatları tarixinin ən pis prezidenti olan yuxulu Joe Biden çoxunun qatillərdən, narkotik tacirlərindən və dünyanın hər yerindən, həbsxanalardan və ruhi əsəb müəssisələrindən azad edilən insanlardan ibarət olan milyonlarla cinayətkarların son dərəcə təhlükəli və zəif düşünülən açıq sərhəddən ölkəmizə daxil olmasına icazə verdi. Bu sözləri ABŞ prezidenti Donald Trump öz X hesabında yazıb. Trump həmçinin qeyd edib ki, onun işi bu qatil və başkəsənləri ABŞ-dən çıxarmaqdır. Və biz ölkə gündəmi ilə davam edirik. Gürcüstanda həbs edilən Azərbaycanlı jurnalist Əfqan Sadıqov azadlığa buraxılıb. Bu barədə onun həyat yoldaşı Sevinç Sadıqova məlumat yayıb. Əfqan Sadıqov yerli məhkəmənin qərarı ilə həbsdən azad edilib. Qeyd edək ki, Azel TV-nin rəhbəri olan Əfqan Sadıqov hədə-qorxuyla tələb etməkdə ittiham olunurdu. Azərbaycan hüquq mühafizə orqanları onun ekstradisiyasını istəyirdi. Bakıda ailə məişət zəminində dəhşətli cinayət törədilib. Ər arvadını amansızcasına öldürüb. Hadisə Yasamal rayonunda qeydə alınıb. General Məmməd Şərif Həmidov küçəsi 53 ünvanında yaşayan Bürhan Məmmədov adlı şəxs səhər saatlarında yaşadığı evdə arvadı Xumar Məmmədovanın başını kəsərək öldürüb. Həmin gün axşam saatlarına qədər qaçıb gizlənən Bürhan Məmmədov günün sonunda yaşadığı binanın digər blokunun 14-cü mərtəbəsinə çıxaraq intihar edib. Faktla bağlı araşdırma aparılır. İndi isə keçid alırıq futbolla bağlı mühüm xəbərlərə. UEFA Çempionlar Liqasında 4-1 final mərhələsinin cavab maçları olub. Turnirin son qalibi Real Madrid doğma meydanda Arsenalı qəbul edib. Oyunda qonaqlar 1-2 hesabı ilə qalib gəliblər. Beləliklə, iki oyunun nəticəsinə əsasən topçular adlarını yarımfinala yazdıraraq PSG-yə rəqib olublar. Madrid təmsilçisi isə yarışla erkən vidalaşıb. Xatırladaq ki, Londonda baş tutan ilk maçda meydan sahibləri böyük üstünlüklə qələbə qazanmışdılar 3-0 hesabı ilə. UEFA Çempionlar Liqasının 4-1 final mərhələsinin cavab oyunları çərçivəsində Inter öz meydanında Bavariyanı qəbul edib. Qarşılaşmada 2-2 hesabı qeydə alınıb. Tərəflər arasında keçirilən ilk oyun Milan təmsilçisinin 2-1 hesablı səfər qələbəsi ilə yekunlaşmışdı. Beləliklə, yarımfinala adlayan Inter finala çıxmaq üçün növbəti turda Barcelona ilə üz-üzə gələcək. UEFA Avropa Liqasında 4-1 final mərhələsinə yekun vurulacaq. Bugün keçiriləcək oyunlardan sonra yarımfinala vəsiqə qazanan komandalar müəyyənləşəcək. Manchester United evdə Lyonu qəbul edəcəksə, Tottenham səfərdə Eintrachtın qonağı olacaq. Lazio evdə Budi Glimtlə, Rangers isə İspaniyada Atletiklə görüşəcək. Qeyd edək ki, UEFA Avropa Liqasının yarımfinal mərhələsinə mayın 1-də start veriləcək.
UEFA Konferans Liqasında yarımfinalçılar müəyyənləşəcək. Turnirin 1/4 final mərhələsinin cavab qarşılaşmaları bugün keçiriləcək. Fiorentina doğma meydanda Sele, Chelsea isə Legia ilə üz-üzə gələcək. Betis Polşada Jagiellonianın Yurgardınsa Rapidin qonağı olacaq. Qeyd edək ki, UEFA Konferans Liqasının yarımfinal mərhələsinə mayın 1-də start veriləcək. Beləcə bugünə sizə çatdıracaqlarımız bunlar idi. Studiyada mən idim. Aynur Kərimi, diqqətinizə görə təşəkkür edirik.